Hər kəsə salamlar, mən Tamela. Bu günləri sizlərlə Tipsy qaynağın sirlərini bölüşəcəm. Prosedura ilk öncə köhnə materialı çıxartmaqla başlayıram. Burada xanıma gel-lak proseduru edilib, yəni baza ilə olunub. Məhsul çox nazikdir və dibdən çox pis bir şəkildə qırılıb. Bu dırnağı remont eləyəcəyik, Tipsy qaynaq eləyəcəm. Tək istifadəlik pilkadan istifadə eləyirəm. Apelsin çubuğu vasitəsilə küçüklanı dalayt eləyirəm. Daha sonra isə 180 qritlik tək istifadəlik pilka ilə dırnağın poralarını açıram. Lakin dırnaq qırıldığı zaman da eyni şəkildə qatları azaldığı üçün çox yüngül şəkildə poralarını açıb sərbəst kənarı səliqəyə salıram. Tipsinin razmerini seçdikdən sonra kənarlarındakı çıxıntılar ətə yapışmasın deyə dırnaq kusaçkası vasitəsilə kənarlarını kəsirəm. Daha sonra ölçürəm ki, əgər yenə də çıxıntı ətə düşəcəksə, həmin o hissəni tapım və yenidən kəsim düzəldim. Çünki o hissəni sonradan onsuz da biz pilkalamalıyıq deyə bizə lazım deyil. Oranı kəsmək lazımdır. İstifadə elədiyim kleyi göstərdim sizə. İlk öncə tipsiyə biraz vururam, çox vurmuram. Daha sonra dırnağa tətbiq eləyirəm ki, dırnağın da hər yerinə kley gəlmiş olsun. Tipsini basaraq yapışdırıram. Tipsiyə çox kley əlavə eləmədiyim üçün natural dırnağa da kley vurdum ki, tipsini əhatə eləyəcək hər yerdə kley olsun. Kleyi tipsiyə çox vurduğumuz zaman sonra tipsini dırnağa yapışdıranda, basanda kley dırnağın altında çöküntü olaraq qalır. Ona görə də səliqəsiz görünür. Kley axmasın deyə bu səbəblə 2 etaplı vururam. Tipsini natural dırnağa yapışdırdıqdan sonra kənarlarını kusaçka vasitəsilə kəsirəm və daha sonra forma verirəm. Demək olar ki, pilkasız texnikadan istifadə eləyəcəm deyə qoroz başlıqlı freza ilə tipsinin üstünü natural dırnağa birləşən yerini nazildirəm. Artıq demək olar ki, natural dırnaqla eyni səviyyəyə gəlib çıxdıqdan sonra az öncə poralarını açdıq pilka vasitəsilə tamamilə aradakı hündürlük fərqini bərabərləşdirirəm. Tipsini pilkaladığımız zaman alta doğru qıvrılır, qırıntıları qalır. Onları götürmək üçün bafın sərt tərəfindən istifadə edirəm. Daha sonra isə keçirəm yarım maniküra. Hələ ki, sadəcə bitiriklər təmizləyirəm. İlk öncə reverse rejimində, sonra isə forward rejimində işləyəcəm. Reverse rejimində olan zaman kutiklanı həmçinin yuxarıya doğru dartıram. Çünki daha sonradan aparatlı manikür eləyəcəm. Dırnağın tozlarını təmizləyib kislatalı primer vururam və primerin havada qurumağını gözləyirəm. Daha sonra isə baza tətbiq eləyəcəm. Video çox uzun alındığı üçün 2 hissəyə bölüb paylaşıram. Əgər hər hansısa bir sualınız varsa, şərhlərdə mənimlə bölüşə bilərsiniz.